Mesela üçün bir də bir line art çəkmişəm deyək ki, indi bu line artın altından düz sadə rənglər verəcəyəm. Bu bizim eskiz idi. Eskiz belə idi. İnternetten yüklədiyim eskizdir. Bunu bağlayırıq. Bunu da dəyməyəsiyik. Bunu silə də bilərik, amma mən çox vaxt silməyib saxlayıram bunu. Açırıq. Eskizin üstündə yeni bir line art, daha doğrusu yeni bir layer açırıq. Bu line artı isə kilitləyirik ki, bunda çaşıb rəngləməyək də. Nəsə eləmək istəsəydi, ancaq xətt olan hissədə olasın. Belə bu burada qalır altdakı layerdə. Yəni bu line artdır. Bunun adını dəyişə də bilərik. Hardan dəyişiləcək? Belə katmanı yenidən adlandır. Bu line art olsun. Line artda. Yenidən adlandır bu. Eskizdim. Bu da en alt kat boyası. Yani temel boya diye seçirik. Temel renk katmanı. Okey, bunu da belə etdik. Ha, indi biz bundayken əllə də bunu şeyləyib çəkmək olur. Məsəl üçün rəngləməyin iki cür üsulu var da. Fırçadayıq. Hansı fırçadayıq? Şunu daldırma uçlu şey qələmdə. Bu mənə ən çox istədiyim bu proqramda qələmləri göstərir. Telefonda çox çəkmirəm çünki. Burada olur. Buradakı ən üstdəki qələmdir. Daldırma uçlu kalem yumuşaq. Sərtini də seçmək olar. Boya etdiyimiz üçün sərtini seçə bilərik ki, daha səliqəli olsun deyə. Biz bunun faizini düşürük, line artın. Hətta bir cür daha eləmək olar bunu. Bəzən də bunun line artı mən kopyalayıram. Gözün biri üst layerdadır. Bu ikisini çalayım. Bu da line art o bir şey. Bu katmanı klonlayıram. Katmanı klonladıq. Bu üstdəkini kilitlədik. Hətta müvəqqəti bağlaya da bilərik bunu. Buna qayıdırıq altdakinə. Line art əsas katman ən üstdə olur. Buna dəyməyəsiyik. Boyayıb qutarana kimi də buna dəymirik. Ən axırda bunun üstündə bir iki işləm eləyəsiyik. Ən axırda qutarandan sonra. İndi bundaykən keçirik bura. Boşluqlar görürsən də bu da. Bu boşluqları doldururuq. Burada da var boşluqlar. Çox böyük oldu bu. Ən asandır. Yəni telefonla boyayarkən bu daha sürətli olur.
boş bir yer qalmasın. Hətta səliqəsiz də ola bilər. Video tamamlanıb, bir yerdə qaldı. Tezəldən danışıram. Məsəl üçün, mən indi bu araları, boşluqları doldurarkən belə xətlərim, yəni səliqəsiz necə gəldi də ola bilir. Bu çox qalındı. Belə buranı doldurduq. Buranı. Bura bitişikdir, bura boşluq var. Bunu da doldururuq. Bura bitişikdir. Yenə də hər ehtimala qarşı bir dənə də gəlmişəcək. Okey, bu hissəni də doldururuq. Buranı da doldururuq. Bayaq səliqəli çəkdiyim line artı indi mən koruyuram gördüyün kimi. Amma bu dediyim kimi əsas line artın altındadır. Əsas line arta dəymirik. Əsas line artı bloklanmışıq, alfa kilidi eləmişik. Onun altındakı kopyasında eləyirik, nə eləyiriksə də. Belə. Bu aralar doludur. Yəqin səsim möhkəm düşdü. Kamera saxlamaq olmadım. Saçı burada. Burasını buraya asıyıq. Açıq yerlər saxlamırıq da. Yəni burada xətlərin elə ki, bir-birinə dəymədiyi hissə qalmır. Belə aralar, boşluqlar varsa, onların hamısını biz doldurub bağlayırıq ki, boşluq qalmasın. Məsəl üçün, burada şəffafdır, amma bu görünməyə bilər bizim boyayarkən. Ona görə də bu hissəni doldururuq. Burada var. Buranı doldurmuşuq. Burada doludur. Burada dəymə hissə var, bunu doldururuq. Burada zəifləyən hissələr var. Bağladıq. Burada dəymə hissə var, bağlayırıq bunu. Burada var, bunu da bağlayırıq. Nə varsa boş qalan hamısını doldururuq. Hamısını doldurandan sonra buradan seçirik bu sihirli değneği. Seçdik. Bu boşluğa bastıq. Görsən kənarını xətləri aldı. İndi bu boşluğa da basırıq. Kənarına dəymədən bu boşluğu da götürdü. Bura boşdur. Rəngi olmayası yerləri seçirik. Rəng olmayası hissələrdə. Buranı baxaq görək. Okey, boş olan bütün alanları çıxartdıq. Ondan sonra burada belə bir işarə var. Tərs çevrilmədir bu. Bu yandakı yox. Bu qıraqdakı ləğv eləyir bu aldığımız lassonu. Amma bu yandakı bu ağ-qara görsənir. Buna basanda artıq personaj və personajın saçları həmin lassoya alındı. Xətlər, qırıntılar kənarda. Xətlər, kənarlar, qırıntılar daha doğrusu personajın ətrafındadır. Əgər bu aralar boşluqlar qalsaydı, onda lasso buradan bütün saçın içine falan onları tamamen çıxartsın. O çıxartmalar olmasın deyə personaj və personajın üstündəki boyanası hər şeyi ki, kənarların xətlərini alırıq. Beləliklə bu doldurduğumuz hissədən sonra bunu bağlayırıq. Altdan yeni bir katman açırıq bağladığımızın. İstəsən bu bağladığımızın üstündə də aça bilərsən yeni bir katman. Açdıq bu yeni katmanı. Sonra buradan seçirik vedrəni. Vedrə ilə də bura çox vaxtı mən dəri rəngini seçirəm. Ya seri rəngləri seçilir, ya da dəri rəngini falan seçirsən. Belə seçək. Buradan da rəng seçmək olur. Belə də var. Variantlar buradan da ayarlama olur. Burada da rəngi var. Dəri rəngini məsəl üçün deyək ki, seçdik. Tüntüsü biraz açıq da seçə bilək. Açıq rəng olsun deyək. Все. Personajımız, qəhrəmanımız tamamilə rəngi alındı. Sonra qaydırıq bu sihirli değneğe. Buna basırıq. Ləğv edirik. Bu kənardakı şeyləri ləğv elədik. İndi buna alfa kilit eləyirik. Bunun da kənarına çıxmasın boyayarkən. Məsəl üçün indi mən boyamaq istəsəm qələmlə. Deyək ki, tüm rənglə mən boyayarkən bu qızdan qırağa çıxmır. Amma əgər alfa kilidi olmasaydı, onda boyayarkən qıraqlara çıxır. Mənə o lazım deyildi, alfa kilidi edirəm bunda. Bu da bizim
Temel renk katmanımızdır. Bu adı yazmışıq. Bütün bunu bura. Çalıyaq bunu. Okey. Keçirdim. Bunun temel renk katmanı budur. Bunu da silə də bilərik biz. Silmək də olar. Amma istəsən silmədən bu katmanı gətirib bundan birləşdirə də bilərəm. Bizim üstdəki laynar səliqəlisi durur üstəbət. Bu bundayken birləşdirəndən sonra alfa kilidi edirik. Bunu niyə edirəm mən çox vaxtı? Bu kənarda məsəl üçün sivri hissələri falan istəyirəm ki, rəngləri tam otursun üstünə deyə. Ona görə bunu da bunu etdikdə, yəni birləşdirdikdə onda qəşəng görsənir. Təzədən qayıdaq bu alt rəngini boyadığımız rəngə. Fırçamızı seçdiyimiz fırçadakən böyüdürük. Çox böyümür. Hansını seçim açıq. Ne var iyi ki? Ne kadar büyür? Aha bu büyür. Bunu seçtim. Alfa kilidini unutmuşam. Alfa kilidi. Ne oldu ki böyle? Bir ettikdə boyanır. Alfa kilidini vurduqda. Fırçaya görə də deyəsən. Şu anda bizim öz fırçalarımızdan seçək. Fırçası, vektor fırçası nəsə fərqlidir deyə kənara çıxır görünür. Ona görə bizim bu balaca fırça ilə tamamını boyayıram. Bizim bu qara xəttlər gedir. Biraz kaldı. Şu getdi. Burada bunu niyə azaldır? Bu çox olanda məsəl üçün line-up çəkərkən bunun çox olması lazımdır. Xüsusi bir şey diqqətli xəttə çəksənsə, bu nə qədər çox olsa o qədər yaxşıdır. Amma boyayarkən bu az olsa daha yaxşıdır. Hətta bağlı olsa daha yaxşıdır. Mən yenə də 1-2-də saxlayıram hər ehtimal qarşı. Barmağım pisləyir deyə. Biz bunu boyadıq. Alfa kilidindədir. Bizim line artsa bu üstdə durur. Line artımız da kiliddə line artı heç bir şey qatmırıq, korlamırıq. Bunu sadəcə biraz azaldırıq. Xətlər qapları gözümüzə girməsin deyə. Gördüyün kimi boyadığımız hissədə bunun altında deyil, səliqəli kənarları boyanıb durur. İndi bizim personajımızı rəngləyək. Fırçamızı seçiləcək, yumuşağını seçək. Renk buradan bunu seçək. Ay çaşım. Gördün ben burada mən səhv elədim amma gördüğün kimi line artımızı boyasa da yani alfa kilidi olduğu için line art boyanır ama kenarlara boyanmır. Ancak line artın üstüne boyanır. Bu bize axırda lazım olsa bir xüsusiyyətdir. Ama eğer bu alfa kilidi olmasaydı indi mən boyama istəyərkən belə boyayasıydım, körəyasıydım rəsmə. Bunu alfa kilidini qoyaq, qaydırıq buna. Həmin olduğumuz bu line əsas boyaya gəldik. Bunda boyayırıq buraları. Biraz bura ataq boyana. Biraz bura. Başqa bir lazım olmayacaq. Effektə basırıq. Bulanıq, ortam bulanıqlığa. Şunu geçecek. Ay neydi çaştım. Ne lazım da bulanır. Deri renginden boyuduk bunu.
İndi rəsmi boyamışam. Bütün boyama prosesini video çəkməmişəm. Amma bunu sənə Ibis Paint'in dosyası olarak göndereceğim. Orada sen sürətləndirilmiş videosuna baxa bilərsən. Katmanlar falan rəngləmişəm. İndi burada mən üzünə renk tonları vermək istəyirəm. Mavi, yaşıl, sarı insan üzündə olan o tonları vermək üçün, məsəl üçün dəri yanaqları falan rəngləmişəm. Bu əsas təməl katmanda ən birinci videoda göstərmişdim ya da ikinci videoda. O katmanda dodaqla nə bilim gözün ağı falan onları boyamışam. Sonra üst katmanlarda digər rənglərdir. Gözlərini mavi eləmişəm. Öz zövqünə görə necə istəsən o cür rəngləyə bilərsən. İndi bu katmandakən bu dəri katmanın üstündə yeni bir katman açmışam. Bu boş katmanda bunu da məsəl üçün mən yeni katman açanda belə olur. Belə olanda panik olmağa ehtiyac yoxdur. Məsəl üçün rənglədiyim hamısı itən kimi görsənir. Anında həyəcanlanıb dala qaytarmış ola bilərsən. Məsəl üçün mən bunu sileyim. Məsəl üçün belədir. İndi göstərirəm. Mən bu katmandayken yeni bir katman açıram. İstəyirəm bunun yanında olsun. Açan kimi belə ağarır. Bu vaxtda panik olub dala qaydına heç basmaya ehtiyac yoxdur. Sadəcə burada görsən bu hamısında ox işarəsi göstərir. Alt-alta hamısı buna bağlı olur. Yeni katman açanda boş katmana bağlanır. Onda da rənglər qayıtsın istəyəndə sadəcə bunu da altdakı katmana bağlayırsan, rənglər hamısı qayıdır. İndi bu katmandayken mən bunun bir özelliğini daha deyim. Ibis Paint'dəki. Bura basdıqda belə bir yazılar çıxır. Referans pəncərəsi kılavuz xətlər. Kılavuz xətlər belə bir şeydir. Riyaziyyat xətləri kimi olur. Şəkil çəkərkən lazım ola bilir çox vaxtı. Amma məndə buna ehtiyac yoxdur deyə bunu bağlamışam. Bu mənə lazım olan indi bu referans pəncərəsi. Referans pəncərəsini açarkən belə bir şey gəlir. Məsəl üçün belə basdıqda mən bu şəkli görürəm burada. Ne kadar yaxına getirip boyasam da mən bunun üstündə işləyərkən burada onu görürəm bütöv halında. Amma bir başqa cürdə işlətmək olur ki, bunun üstündəki bu kamera işarəsinə basanda belə bir hissə gəlir. Referans 2 aktar deyə. Bu yazıya basırıq. Katmandan indi şəkil, buradan şəkil qoya bilsən, rəngləmək üçün falan da yaxşı işə yarayır. İndi mən məsəl üçün hansını götürüm? Ən sadəsini götürək deyə. Bunu götürürüm, seçirəm referans olarak bunu seçtim. Buradaki şəkil də böyüdüb kiçiltmə olur referans açdıqdan sonra. Burada rənglər burada göstərir, hansı rənglər hara vurulubdur deyə. Mən sadəcə buradan seçəsiyəm qızın üzündən. Bunu da böyüdüb kiçiltmək olur. Belə qalsın, resimdə. Üstündə belə gəzdirib rəng seçmək olur. Mən qırmızını seçdim katmandakən. Burçkamız hansı olsun. Bir de burçka da bet. Karanlığı renkleyeceğim. Buraları falan. Normal kapımda. Buraları renkledik. Kulakları. Biraz tuzağa bölüm bıraktım. Başkasına. Sonra bu yaşıldan seçiyorum. Bu yaşıldan ben koyuyorum bunun alnını falan. Bunların şöylesini dudağını tekrar öderim. Bence.
Böyle biraz bırak. Sonra böyle biraz bırak. Şu renklemişim. Bu renklerdeyken açıq bura. Burada bunların mənə ikisi xoşuma gəldi. Bu lens bluruna əsas arxa fon çəkərkən arxa fondakı şeylər üçün işlətmişəm lens blurunu. Bunu seçərkən hər şey belə olur. Amma indi mənə lazım olan bu deyil deyə. Mən çox vaxtdır ortam blurunu işlədirəm. Çox böyle gözə batmayası kimi yayılanda saxlayırıq. Səliqəli görsənir. Okey, bunu belə seçdikdən sonra həmin katmandaykən bunu bağlayayım da lazım deyil. Lazım olanda təkrar buradan açdıqda referans pəncərəsi həmin qoyduğumuz şəkillə qayıdır. İndi burada bu katmandakini yoxlayırıq. Çoxalt. Hangi hareketim tutuyorum? Evet, daha yaxşı sanki. Okey, belə rənglədik. Mən əsas şeyi unuttum sizə göstərmə. Line artını neyinirdik deyə. Burada line artı məsəl üçün mən kopyalamışam. 3 dənə kopyası olubdur. Məsəl üçün bu rəng yanığı eləmişik. Əsas line artını. Rəng yanığındadır. Faizi 20% salmışam. 11% daha doğrusu. Qaldıranda belə görsənir. Məsəl üçün normaldakı qapqara olur belə. Qapqara line artı gördüyün kimi. Amma bunun olması hoşumuza gəlmir. Rəng yanığını seçirəm. Bunun sonra aşağı düşürəm. Rəng yanığında belə görsənir. Bəzi yerlər qırmızı, bəzi yerlər qara. Bunu buradan düşürük aşağı lazım olan səviyyəyə kimi. İşte saxlayaq. Bir də görsənir. Toranlıq olur. Sonra diğeri həmin line artın kopyasıdır bu da. Yəni ki onu buradan bu katman klonla edib klonlamışam. Klonlayandan sonra da bunu kaplamaya dəyişmişəm. Kaplamada 36%'dir. Bir də görsənir. Bu da tam özdə buna deyəsən blur vermişəm baxın. Yaxına gətirək. Baxaq. 800% necə olur bu? Olmadı baxaq. Yox, özünü boyamışam bu line artı. Belə şabaldı rəngdə gördüyün kimi bordo rəngə boyamışam. Bu alfa kilidi edib o cür formadakı qara olmasın deyə. Bütün bordo rəngi, şabaladı rəngi, o rənglər bənzəyən rəngə boyamışam. Sonra da buradan kaplama eləmişəm həmin o boyadığım line artı. Kaplama eləyəndə belə görsənir. İncə görsənir, qəşəngdir. Amma faizini biraz azaldırıq. 32 salmışdım belki.
36'da qalsın. Ayarlan istədiyin kimi dəyişə bilsən də gözünə xoş görünən kimi. Sonra bu katmanı təkrar klonlamışam line artı kaplamasının həmin qırmızı rəngdə deyəsən baxım. Normal eləyək. Həmin qırmızı rəngdə tek kaplamadır postum. Bu kaplamada şey var. Bulur eləmişik. Gətirim görünsün deyə. Burada belə. Kənarları görsən biraz işıq saçan kimi görsənir maraqlı. Belə. İndi də davam edeyim. Bunda mən nə arma istəyirdim. Aha. Buna basırdıq. Ayar katmanı ekləyəndə nə olurdu? Parlaqlıq kontrastında falan. Sən premiumdan verdim. Belə də rənglərlə falan oynamaq olur. Bunun bir özelliği odur ki, sən altdakı katmanın dəymi üstü olur. Photoshop'daki özelliğin bənzəri bir özellikdir. Ayar katmanı. Bu özellik deyəsən Procreate'də yox deyib ki. Şimdi bu mənə lazım deyil deyə bunu orada siləcəyəm. Sildi. Başqa nə eləyəcək burada? Canvas katmanı eklə. Aha, Canvas katmanı eklə. Ən maraqlısı budur ki, Canvas katmanı nədir? Sən altdakılar elədin. Rəngləyərkən işlədilən bir özellikdir ki, katmanlar məsəl üçün birləşdirmə də istəmirsən, amma birləşməsini də istəyirsən. Bunu line-artdan əvvəl etmək olardı. Mən prosta daha yaxşı, rahat görünsün deyə belə eləmişəm. Canvas katman klonlaması eləyəndə, məsəl üçün altdakı bütün hamısının birləşməsi olur. Hamısını ki birləşdirən bir dənə katman olur ki, birləşmiş vəziyyətdir. Amma heç birisi də korlanmır, üstə gəlir. İndi mən bu üstəykən, burada istəyirəm ki, nəsə buna effektlər qatmağa. Məsəl üçün, belə rənglərdə çox vaxt eləyirlər. Buradan filtrə girirəm. Ortam bulurunu seçirəm. Belə. Okey. Sonra girəcək buradan. Kaplama. Efektlerden nasıl seçsin ya? Ben çok vaxt hoşuma gelen kaplamadır ki, kaplama bir de görsənir, ama biz bunu biraz azaldırırıq. Belə. Şöyle hal bir de görsənir. Işıqlı, sadə. Maraqlı. Sonra bu katmanın üstüne bir katman da açıp elə ki arxa fonu tamamlayırıq. Arxa fonu tamamlamaq üçün fırçalarda ücretsiz kullan. İki tane reklam. Ben bunu açmamıştım. Deyəsən 4 saati tez keçirdim. Neyse bunu bitsin. İndi reklam bitəndə tezdən başlayacağım videonun devamı. Okey, indi video keçdi. Burada adi təməl fırçalar, hansı ki internetten yükleme ihtiyaç olmadan özündə var olan fırçalardır. Hansı ki onların içindən fırça seçeceğim indi. Bunlardan fırça, bunlardan birisi olacaq. Bayaq arxa fon üçün bu iki fırçanı işlətmişdim. Bu yaşıl görünən yerlər üçün. İndi qabağa da bundan işlədirik. Renk buradan seçirik. Biraz tünt kimi. Belə bir renk. Fırçamızı daha böyük edirik ki, bu niyə ən üstədir? İndi başa düşəcəksən. Belə. İndi bunun üstündəki bu gül fırçasından
Seçək buradakı güllərdən. Adi seçmiyorlar. Birində. Buradan bastık. Belə. Ay, kameranı tərpətdim. Belə baxsan ilk baxışda səliqəsiz, mənasız görsənir. İndi nə edirik? Bu ən üst katmandadır. Hansı ki effektlər falan verilmiş. Onlardan sonradır. Bir şey unutmuşam. Onu indi əlavə edəndə sonradan göstərərəm. Basırıq bura. Effektlərdə. Məsələn, bunu da seçmək olar belə. Ama biz indi bunu seçmirik. Bizim üçün ən yaxşısı budur. Nəsb bulanıqlığı. Hansı ki kamera hissini verir. Kameranın çəkilişində olan. Görsən, nə maraqlı olur. Buradan özün istediğin kimi ayarlarını oynayıp sen hoşuna gelen formada olanda saxlayırsan ki, söhbəsdir deyə. Yəni bu elə tam hoşuma gəlmədi ki. Biraz da əlavələr edək. Başka ne var burada? Ben sanki ağaçlar görmüştüm. Aşağıdaydı mı? Bu ağaçlar da yaşanklı bunlarda. Değişme yönünü. Genelde kalsın da biz neyse. Burada birləşəklərindən də seçək bir iki dənə. Bu yarpaqdır, bu da yarpaqdır. Birləşəklər əldə buradadır. Bu olsun. Rengi de buradan seçək. Biraz daha az renk seçək. Yarpaqlar, uçan yarpaqlar yığım. Bu burada kalsın. Bunu biraz banlıqlığa verək.
şeklini vurduk. İndi bunun üstünden bir tane de katma açırıq. Bu koyduğumuz dəçəklə. Bunu da açırıq. Şimdi bunlardayken istesen bu günlerin üstünde biraz işleyebilirsin, istesen işlenmeden bir. Ben de biraz istəyirəm işleyeyim diye basıram buna. Sonra buradan keçirik. Yani üstteki normal fırçalarımızdan her hansı birisine. Bunu sıcak burada güzel fırçada. Buradan seçirəm ağ rengi. Biraz buradan azaldırıq. Şimdi buradan büyüdürük. Sonra buradan tüm rengini götürürük. Bu rəngilik ləçəklər əsil ləçəyə oxşasın deyə. Sonra basırıq bunu. Filtre basırıq. İlerleyen bluru basırıq. Böyle. Kameraya uçarken düşen gül çiçeklerimiz belə oldu. Ben bu kızı çekerken gözünün ışığını falan, dodağının parıltısını bunları unutmuşam. Bunları da mən hansı layında edirəm. Line artını axırıncısının üstüne keçirəm. Yenisini açıram orada. Bir de bunu da bet qalırıq. Buradan seçirik ağı. Tüm ağı ən axırda işıqlarda işlədirik. Bunu axıra kimi gətirdik. Bunu bir de balaca bir fırça yeyirik. Çok balaca oldu. Biraz böyüdük. Parladıkça ışıkların düştüğü yerlere, bulutlarla ışığın düştüğü yer fırçasını başlayarak şu fırçaya giririk. Bunu seçirik. Lazımdı. Bunu bağlıyoruz. Bunu da seçiyoruz. Oldu.
Harcını ayırırıq. Böyle bu şekilde azaldırıq. Fırçasını da azaldırıq. Biraz çırplarını silirik. Çok gözü girmesin diye. Bunu kuyruğunu silirik. Bunu da alt tarafına. Böyle. Tabii ki fırçaya koyuyoruz. Fırçada. İndi qara rəngi ya da tündürü rəngi seçək. Gözündə ışığın olacağı yeri. Təkrarladım. Burada ışığı bastım. Sonra yenimin dəyişilməsi. Buraya koyalım ışığı. Yanım. Əslində bu benim birbaşa ağla dəymək olar. Prosta benim biraz xoşuma gəlir. Belə düz ağdan bir cüzə aşağı. Düm ağ qoymamışam. Belə bunun olduğu yerdə bu cür böyle. İndi düm ağa keçib bunun da lap ortasında biraz boğulacaq. Böyle. Böyle nöqtə qoyuruq. Şimdi xəttatım böyle olacaq. Burada renklenmiş maraqlı. Burada biraz parıltı koyaq. Oldu. İndi mən buradan ayırmaq istəyirəm. Bu effektin üstündən bir dənə də çəkirəm. Katman. Kanvas katmanı ekləyək. Oldu. Bunun üstünə bir dənə də əlavə edib bağlayırıq. Burada öncə mən o ışıqlarla elədiyimiz effekti edəcəm. Bu fərqli, biraz qarmaşıq olan texnikadır. Amma bu da gözəl texnikadır. Deməli, şimdi fırçamızı renk buradan bu rengi seçək. Fırça nə fırçaydı? Topuna gedək. Ay, arxa fonu unutmuşam. Qaydaq bir dala. Video kalsın, yok kalmasın. Şimdi bunu bağlayayım. Buradayken bize lazım olan arka fonları bağlayaq. Bunu da bağladık. Bunu da hələ ki bağlayaq. Bunu bayaqlarım etməliydim. Arka fonundan da əlavə. Buradayken bunu qaydaqlayın artıq üstünə. Buradan kanvas katmanını verəcəyik. Oldu. Bunu yeni açdığımız katmanı isə buna bağlayırıq. Şimdi renkleyək. Daha büyük fırça.
Tam bulanıkları. İstediğim kadar bulanık olmadı. Onda başka ne var burada? Düzgün sandım. Bunu açık. Bunu açık. Bunu açmadım. İstediğim kadar yayıldı. Geçirik buna. Biraz karartma. Çoğalt. Kapla. Biraz aşağı salalım. Burada. Şimdi hamısını açıq. Bayaq bağladıqlarımızı. Oldu. Katmanı daha bir maraqlı, biraz daha maraqlı olur. Belə bir rəsm oldu. İndi opşi bir şəklin havasının dəyişməsi. Məsəl üçün indi deyək ki, biz bu şəklə gecə havası vermək istəyirik. O zaman burada en üst katman deyə bilərik ya da sadəcə bura basıb hamısını katmanın şeyini gətiririk. Üstə yeni bir katman açırıq. Alttakilərini demirik. Telefon yaddaşı çox olursa heç bunu açmaya ehtiyac yoxdur. Bir də sadəcə üstdən açıb da edə bilirsən. Ama biz indi bu effekti sən alttayken buradayken de bu katmanların bunun üstüne açıp bu efekti burada da işlədə bilərdin. Onda da hiç arka fonu falan bağlamaya ehtiyac olmayasıydı. Burada bir de əmələ gələsiydi. Şimdi ben biraz çarşdım diye dolaştırdım işi. Indi bundayken biz gecəni çəkəsiyik. Gecə üçün bir rəngi seçirik. Biraz böyle gəlsin. Bir rənglə gecə üçün uyğun olduğunu düşündüğümüz bir rənglə çəkirik. Tamamdır. Sonra buradan efektləri basırıq. Çox da gecəyə oxşuyur. Liner yanıq da gecəyə oxşuyur. Qarartma deyil, işıqlandır. Bunlar gözəl effektlər olur, maraqlı görsənir. İşıqlandır əsasda. Kaplama. Sərt ışıq da gecəyə bənzəyir. Doğrusal ışıq bu da gecəyə bənzəyir. Başqa falan. Kimsə oxşamır. Qırmızı bence de. Nasıl oldu? Bize hansı lazım idi? Gece üçün. Çoğalt. Çoxaltda. Bizim gecemiz olacaq. Belə. İstəsən sən buradan çoxalt edərsən. Görün belə mi olurdu? Işıq da seçə bilirsən. Ay işığına oxşayan bir işıq seçək. Gecənin ışığı olsun da. Bu da güzel ışıq olur. Mesela için burada ışıq düşür. Işıq hardan düşür?
İşığı bura necə salaq biz? Neylə salaq? Sərgəli xətlərlə çəkmiyorlar. Işığın düşdüyü məsələn parıltılar falan. Arxadan. Yəni işığın harda düşdüyünü asılı olaraq dəyişə bilər. İndi bura işığın necə salmaq istəyirəm. Qız hardasa bağçada gəzir deyək ki, ağaçların arasından hardasa işıq düşür qızın üstüne. O zaman biz buradan çəkirik bu yarpaqları. Ne dedi o yarpaqlar? Yarpaqlar, yarpaqlar, hara getdiniz yarpaq? Yəni bura bulaq da. Yox, bura düşməyib. Bunu seçək. Biraz böyrək. Sonra bunu efekte girelim. Yalnız bulanıklığını seçelim. Oldu. Bizim güzel gece hardansa düşen ışığımız oldu. Sonra biz neyniyək? Girək mən boşa ayrı katmanda çıxardım neyse. Üstdən birini də katmalıyıq. Bunu seçmək bu sefer. Qaydaq bulut tapancasını eləyək. Boya tapancası normal. Böyle seçək. Buradan gece vaktidir bizde. Işığın elə bir ki ətrafına gündüz vaxtı bunu şabaldı rənglərlə eləyirik. İndi gecə olduğu üçün məncə ən yaxşısı böyük rənglərdir. Sağlama. Bu biraz səbir istəyən şeydir. Səbir edən dərviş deyirlər, muradına ermiş. Bu kadarımız basit bence. Ya biz bu katmandayken bizim gece rengimiz olsaydı buydu. Bunu bir tane buradan düzəldik. Burada saç, kızın saçının kenarı çıxmasa daha yaxşı olardı. Çək buna. Koyduk buna. Koyduk buna. Baxaq. Ekran edəndə böyle bu ışıqlar. No. Ekle. Güzel olur. Kapanmadan. Ekle. Buradan ortam parmakları geçen kenarları çok görünmesin. Oldu. Ve bunun üstüne bir tane de takmalı bu sefer yine burayı seçecek. Şöyle buna qayıdaq.
Bunun ortalarında buraları vurduk. Ekran ekran kaplama tekrardan teksten nasıl 2 ve bunu böyle aşağı salacak. Biraz oldu. Burada da Çuf 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 çuf. Ben buraya bir şey daha əlavə etmək istəyirəm. Bunun üçün bir şey də yox eləməyəcəm deyəsən. Neyse qalsın belə də. Saçım üçün gəl soğuğunu eləyərdim. Neyse keçdi daha. Belə. Bu bizim gecə efekti ilə olan versiyamızda. Bunu calayırıq. Buna hiç yalanmadı. Hiç yalanmadı bu buna. Neyse bilmem neyəsini. Gece efektimizi çıxanda da belə görsənir. Bu üstteki üçünü bağlayanda gece efekti bitir. Buna. Hatta bir şey daha eləmək olar burada əlavə. Gəlin bir də Pinterest'e keçim. Pinterest hardasan? Burada girək. Ay Allah. Neler gelir? Gece efektini çekmek için ilk işletme lazım diye gösterir burada. Bütün yük efektten lazım olur. Şimdi lazım olan bu da öyleydi. Bana lazım olan şey burada nerede? Güzel. Seni de videolar gönderip seni bezdireceğim axırsı. Ben bayaq videonun axırında açtığım Pinterest'ten şəkil yüklədim. Onu basırıq. Bu şəkil bölməsindən bura. Məktubu belə olsun. Ne bitmiyorlar. Ben bunu kadar da bilərəm. Okay. Tamam. Bütün şəkillərin üstündən elədim, ən üstdən. Bunu. Şimdi biz buradan ekran yetində belə olur. Eklə, kaplama. Burada maraqlı görsəniz, biz bunu azaldaq. Belə. Bu effekt oldu. Belə. Cür. Maraqlı effekti. Biz bunu bağlasaq hiç görsənir. Bunu bağlayanda böyle olur. Artırsak belə görsənir. Başka yerlerde çalış.
Bir effekt oldu. Ben indi. Bununla kayırmak istiyorum. Buna şunu əlavə etmək istəyirəmsə. İkinci əlavə. Təzədən Pinterest'e giririk. Tamam. Çıxdı ha. Çıktı. Bu da güzel. Burada harf var. Ne lazım da içinde harf olmayan. Yaxşı bunu yükləyək. Başka bambaşkadır. Bunu da yükləyək. Görüntüyü indir. Bu da geçenti. Görüntüyü indir. Sadesini yüklemedi ya. Görüntüyü indir. Ve en son görüntüyü indir. Bunlar resimlerde dijitalda çok vaxt lazım olur. Güzel bir effekt üçün axırda. Daha belə isti, xoş bir effekt bırakır. Pinterest. Sənin mən reklamına. Okey. Şəklə giririk. Bunu əlavə edirik. Biraz çiçilik. Ne hardadır diye. Ne olsun? İptal. Kaplama. Şimdi gece efekti güzel değildi bunu alayaq. Mesela bayaq vurduğum ulduza falan ama o sema üçün daha yaxşıdır. Mesela ben bu katmanı kapadım. Belə baxanda pis görsəndə ama bunun faizini biz azaldırır. Böyle olur güzel. Biraz kağıt efekti kimi maraqlı bir effekt verir. Hatta biz bunları çıxartsaq belə yine de güzel görsənir, maraqlı. Bununla əlavə bir dənə effekt daha əlavə edək. Gündüz ışığını. Güneş ışığı. Görsəli indir. Şimdi buradan çekecek. Bunun arkası tekrar bulanlar yok. Bunda yazı var. Ops değil. Yükleyeyim. Lazım var. Bu da güzel de yükleyeyim. Bu da lazım olur. Yaxşı bir videodur. Senin ben videonu. Bu da lazım olur. Görüntüyü indirelim. Sonra axı effekt üçün lazım olabilir. Görsən mən beləyəmdir nə. İnternete giren kimi referanslar üçün başlayayım, nə gəldi yükləməyə. Lazım olardı nə? Ben ne yüklemeye girmiştim? Ha, güneş ışığını yüklemeye girmiştim. Güneşten başka ne engel ışığını yükledim. Görseli indir.
çünkü yeri var. Gelmiş de. Görüntüyü indir. Kaybedeceğim görselir. Bak bu. Görüntü. Cırıqla. Açıq. Bu da şəkildən. Bunu basaq. Bizim uşağımız sayılır ki bu. Biraz beğenmem düşürəcəksə. Olsun. İptal. Biz buradan kodlayaq. Resimlə. Nasıl hoşuma gidiyor? Var. Şimdi bağlamalıydı. Bu bağlandı, burada bağlanacaq. Baxaq görək işığımız necə. Ürəyimə yatmadı bunun. Bunu bağlayaq, tezədən bir dənə də əlavə eləyək. Ya bunu əlavə eləyək. Ay, bunda da yazı var, neysə. Yazısını tapanda yazısını qoyarıq.